Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Qâlel hakim fi muhkemi kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Ya eyyühellezine amenu ufu bil uqud. Sadaqallahul aliyyul azim. Peyğəmbər alı Peyğəmbərə səlavası gedək. Allahümmə salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə əl açaraq etdiyimiz bütün dua və hacətləri bizdən qəbul eləsin. Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Xalqımızı, cəmiyyətimizi bir-birinə mehriban eləsin. Möhtərəm cəmaatımız, bildiyimiz kimi bugün Cümə günüdür, bugün İslam tarixində Quran və Sünniyə əsaslansaq, sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzəri haqsızlıq, ədalətsizlik, zülmlə idarə olunduğu və əhatə olunduğu bir dövrdə, vaxtda sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Və əgər ömrümüz vəfa qılmazsa, həmin günü görməriksə, yaşadığımız bu ömürdə, bu ömrümüzü layiqincə o Həzrətin gəlişi üçün layiqli şəkildə ömür sürənlərdən qərar versin inşallah. Bugünkü söhbətimiz əhdə vəfa mövzusundadır. Quran-ı Kərimdən bir ayət oxudum. Aramızda Quran əhli və elm əhli olan tələbə yoldaşlar, dostlar, qardaşlar var. Maidə surəsinin 1-ci ayətində Allah Teala buyurur: Ya eyyuhəllezine amenu ufu bil uqud. Ey Allaha inanan insanlar, Allaha iman gətirənlər, əhdilərinizə vəfa edin, əhdilərinizə sadiq olun deyə söyləyir. Bu ayət-i şərifədən açıq-aşkar göstərilir ki, əhdə vəfa imanın bir göstəricisidir. Amma mövzuya dərindən biz baxmış olsaq, əhdə vəfa məsələsi təkcə inanc məsələsi deyil. İnsanın insanlığı, vicdanı normal olduqda, yerində olduqda, o verdiği sözü tutmalı, onun inancına, sözünü tutmağın heç bir əlaqəsi, adiyyəti, dəlaləti yox. Amma imanla bu məsələ biraz da güclənər, biraz da möhkəmlənər. Biz bilirik ki, bu dünya bir imtahan yeridir. Bu imtahan dil ilə yox, insanın sözünə sədaqəti ilə ölçülür. Yəni, insan dilində çox söz deyə bilər, çox söz danışa bilər. Amma bu danışdığı sözün və dediyi sözlərin əməldə təsdiqi çox önəmlidir. Bir gün möminlərin əmiri, Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalamdan iman nədir deyə soruşanda, Həzrət buyurdu: Əl-imanu iqrarun bil-lisan və təsdiqun bil-qəlb və ərkanun bil-aməl. İman birinci mərhələsi dildə onu etiraf eləmək, qəlbən
onu təsdiqləmək, əməldə isə onu göstərmək. Ola bilər bəzisi dildə desin, amma qəlb dili neynəməsin? Təsdiqləməsin. Bizdən uzaq, o münafiqin əlamətindədir də. Deyir, səndən yoxdur, gözəl insansan, yaxşı oğlansan, yaxşı dostsan, qardaşsan. Amma görürsən ki, qıraqda elə, dalda da eşidirsən ki, deyir, heç ondan xoşum gəlmir. Məsələn, belə elədi, belə danışdı. Amma qarşılaşanda elə bağrına basır ki, heç doğma ata balasını elə bağrına basmır. Qardaş qardaşına heç elə salamlaşmır, görüşmür. Odur ki, bəzən dilin dediyini qəlb təsdiqləmir. Birinci mərhələ budur ki, dil deyə, qəlb dil dediyini təsdiqləyə və bu təsdiqsə əməldə özün göstərə və o fədakarlığı görəsən. Məsələn, deyirsən, Allaha canım qurban, malım qurban, dildə də deyirsən, ola bilər qəlbdə təsdiqləsin. Amma əmələ gələndə deyir, biraz işlə əlaqədar çatdıra bilmirəm, inşallah qılaram. 50 ildir inşallah deyir, elə bir yerə bir maşallah günə çıxmayıb ki, deyəsən maşallah, bu da başladı. Birinci mərhələ dildə iqrar eləmək. İkinci mərhələ dil dediyini qəlbin təsdiqləməsi. Üçüncü mərhələ əməldə onu göstərməkdir. Deməli, bu dünyanın imtahan dünyası olduğunu hamımız cavanlı, qocalı 7-dən 77-yə məcazi mənada hamımız bilirik. Bir sözlə, insan bu imtahanda dili ilə yox, sözünə, sədaqəti ilə ölçüləcək və imtahan olunacaq. Bəzən bir insanın bütün dəyəri demək olar ki, bir kəlmədə gizlənir, yəni onun sözündə. Onun şəxsiyyəti, onun şəxsiyyətinin təsdiqi onun sözündə formalaşır. Əmirül Möminin Əli əleyhissalamın məşhur kəlamlarındandır. Həzrət buyurur ki, kişi dilinin altında gizlənmiş. Sən danış, mən sənin kimliyi sənə deyim. O nöqteyi nəzərdən bu ayət-i şərifədə məhz Allah Teala buyurur, Ya eyyuhəl-ləzinə amenu Ufu bil-uqud. Ey iman gətirənlər, verdiyiniz əhdlərə vəfa edin, verdiyiniz sözləri tutun. Burada diqqət çəkən məsələlərdən biri də bilirsinizmi nədir, möhtərəm müsəlmanlar, əziz cəmaatımız? Quran-ı Kərimin aramızda elm əhli olan alim Rəbbani qardaşlarım var, onlar bilirlər. Quranın xitabları iki səfkidədir. Bəzən, ya əyyuhənnas deyərək xitab edir, ey insanlar. Bu ümumbəşəri bir çağırışdır. Bir də var ki, ümumbəşəri çağırışın içərisindən iman əhlini, o zümrəni ayırır, ya əyyuhəlləzinə amenu, ey Allaha iman gətirənlər, xüsusi bir müraciətdir. Demək, bu məsələdə iman əhli daha diqqətli olmalıdır. Aramızda müxtəlif peşə sahəsində ustalar var. İndi illərlə də 20 ilə, sahmandır 20 ilə yaxındır, məsciddəyik, kənddəyik, qəsəbədəyik deyə. Burada oymaçı, xərrat ustaları var, malyar var, digər peşə sahələri var. Ümumilikdə bu məsələdə sözə vəfa məsələsində, əhdə vəfa məsələsində iman əhli bu ayədə ki, ey Allaha iman gətirənlər deyib, başqalarına nisbət daha diqqətli olmalıdır. Yəni, verilən sözə diqqətli olmaq iman məsələsi deyil, insanlıq, vicdan məsələsidir. Amma iman əhli olan bu məsələdə daha diqqətli olmalıdır. Məsələn, tutaq ki, deyimsən, 2 günə gələrəm, bilirsən ki, əlində bir iş var ki, 5 günə sən bunu qutara bilməyəsən. Nəzərində tutursan ki, 5 gün desən, başqa yerə yönələr. Amma 2 gün deyirəm, 2 gün gözləyər, 2-ci günün tamamında zəng vuranda, ay qardaş, nə oldu? Məsələn, deyərəm ki, biraz yubandı, 1 gün oradan, belə bu minvalla 5 günə gətirib çıxararam. Bu, iman əhlinə xas deyil. Sən
dini və məzhəbi təmsil edirsən, o yalanınla, vədə xilafınla qarşı tərəf əgər dinə gəlmək istəyirsə, sənin bu hərəkətinə görə deyər, elə namaz qılan belə eləyirsə, belə namaz qılmaqdansa elə qılmamaq yaxşıdır. Əslində qılmamaq yaxşıdır, hə? Amma ki, sən onun o düşüncələrinə nə yaratmış? Şərait yaratmış olursan. Ona görə ayət-i şərifədə buyurulur, bu ayədə əhdə vəfa sadəcə olaraq gözəl xüsusiyyət deyil, həm də imanın bir hissəsidir. İmanın tərkib hissəsindəndir əhdə vəfalı olmaq. Bəli, möhtərəm cəmaatımız, əhdə vəfalı olmaq bəyənilən əməllərdəndir və bu bütün dövrlərdə, bütün zamanlarda olub. Amma biz hədislərə baxmış olsaq, hədislərdə məsum imamlarımızdan, Peyğəmbər salawatullahdan bu mövzuda yetəri qədər kəlamlar var. Peyğəmbər salavatullah kəlamların birində, hədislərinin birində buyurur, Ayatul münafiq səlasun, ya ayətül münafiq səlasun. Münafiq insanın, ikiyüzlü insanın 3 əlaməti var. Əgər kimdə bu 3 əlaməti görmüş olsan, əmin ol ki, o münafiqdir. Bu, Peyğəmbər salavatullahın münafiqi tanımaq barəsində verdiyi bir düsturdur, bir məlumatdır. İza həddəsə kəzəbə. Birinci xüsusiyyəti budur ki, görərsən söz danışanda yalan danışar. Yəni, sənin yanında bir cür danışıb, başqasının yanına gedir, həmin sözü görürsən ki, başqa sözlərlə danışır. İkinci, və iza vədə əxləfə. Söz verəndə, vədə verəndə vədəsinə xilaf çıxan. Üçüncü, və iza tuminə xanə. Bir şey ona əmanət eləyəndə əmanətə neyniyər? Xəyanət eləyər. Deməli, düz danışmayan, vədəsinə əməl eləməyən və bir də əmanətə xəyanət edən. Hətta Peyğəmbər salavatullahın digər bir kəlamında eyniliklə bu mövzuda biraz da diqqət çəkən və bizi düşündürməyə vadar edən bir hədis-i şərif qeyd olunur. Mərhum Şeyx Səduq əleyhir-rəhmənin Əmali kitabında bu hədis keçir. Buyurur ki, La tənzuru ilə kəsrəti səlatihim və sumihim və kəsrətil həcc vəl-ma'ruf. Buyurur ki, insanların namazlarının, oruclarının, həcclərinin çoxluğuna diqqət eləməyin. Yəni, məsələn, biri uzun-uzadı səzdələr eləyir, məsələn, çoxlu namaz qılır, dualar eləyir. Elə daima baxırsan ki, əlindən təsbih düşmür, zikr eləyir. Deyir, bunlara diqqət eləməyin. Halbuki, bunlar diqqət olunası məsələdir. Namazdır, vacibatdandır, orucdur, vacibatdandır, həcdir. Biri əgər boynuna gələrsə, müstəti olarsa, gediş-gəliş, bütün sağlamlığı, hər bir şey, imkanı, qüdrəti olarsa getməlidir. Bunların, deyir, çoxluğuna diqqət eləməyin. Unduru ila sidqil hədis və ədail əmanə. İki şeyə diqqət eləyin insanlarda. Onların sözlərindəki dürüstlüyə, düzlüyə, bir də ki, əmanətə necə sahib çıxmalarına. Ola bilər ki, məsələn, bu sadalananlar yerində olsun, amma əmanətə xəyanət eləsin. Sözünə, verdiyi sözə sadiq olmasın. Bir sözlə, möhtərəm cəmaatımız, bu hədisdən də görülən və əldə olunan budur ki, bu sözə sadiq olmaq, əhdə vəfalı olmaq, bu insanlıq məsələsidir. Din də bunu biraz daha möhkəmləndirir. Bəlkə də eşitmiş olarsınız, hətta tarixdə var. Peyğəmbər salavatullah Kəbənin kənarında səhabələrdən biri ilə danışarkən, söhbət eləyərkən o Peyğəmbərə bir şey verməli idi. Qərarlaşırlar Kəbənin kənarında Peyğəmbər salavatullah onu gözləyə. Buyurur ki, ya Rasulallah, burada gözlə mən gəlirəm.
Peyğəmbər salavatullah onu saatlarla, hətta bəzi hədislərdə Hakim-i Nişapurinin Əl-Müstədrək əsərində, digərlərində də bu hədis keçir ki, Peyğəmbər salavatullah hətta bəzi hədislərdə 3 günə qədər Kəbənin kənarında söz vermişdi ki, mən burada gözləyirəm, o demişdi, gözdə gəlirəm. Bəzi səhabələr dedi ki, ya Rasulallah, bəlkə o unudub, bəlkə yadından çıxıb, Peyğəmbər salavatullah burada axı mən ona söz vermişəm, birdən gələr, gedər, birdən gələr, görər mən burada yoxam. Bir sözlə bu hədis-i şərif onu göstərir ki, verilən söz insanın şəxsiyyətidir. Verilən söz insanın qarşı tərəfdəki fikridir. Onun necə bir şəxs olduğunu sübutudur və təsdiqidir. Hətta bizim klassik şairlərimizdən mərhum Nizami Gəncəvinin belə bir şeirlərindən bir beyt var. Buyurur, düz sözə sadiq ol, dönmə öz əhdindən əsla. Sözündən dönən insan düşər min cür bəla. Əgər bir söz vermisənsə, verdiyin sözə sadiq ol, dürüst ol, düz ol. Əgər verdiyin sözdən dönmüsənsə, bu şeir qafiyyə görə sonu o cür bitsin, bağlansın deyə öncə lala, əsla, bəla bitsin deyə o cür. Və əgər bir insan verdiyi sözə sadiq olmazsa, yəni Rəbbindən, ilahidən ona bəla gələr, bəla nazil olar deyə söyləyib. Bu nəticə etibarı ilə Allah Teala Quran-ı Kərimdə də, Ali-İmran surəsində də digər bir ayətdə buyurur: "Mən əvfa bi'ahdihi vattaqa fe innallaha yuhibbul muttaqin." Əgər kim verdiyi əhdinə vəfa edərsə və Allahdan çəkinərək öz əməlində, sözündə dürüst, düz olarsa, bilsin ki, həqiqətən Allah ona təqvalı olanları, ondan pəhriz edərək sözündə düz olub, əhdinə sadiq olanları sevər və dost tutar. Demək, əhdə sadiq olmaq, Allahın sevimli bəndəsi olmaq, Allahın sevdiyi bəndələrindən olmaq deməkdir. Kim istəməz ki, Allahın sevdiyi bəndə olmasın və Allahın sevdiyi bəndələrin o cərgəsində, zümrəsində olmağımız üçün mütləq şəkildə biz gərək verdiyimiz sözləri tutaq. Hətta dahilərdən bir neçəsinin də bu mövzuda elə əhdə vəfalı olmaq, sözlə bağlı sözləri, kəlamları var. Hətta onlardan biri İbn Sina buyurur ki, insanın dəyəri onun etibarında gizlidir. Yəni, sən nə qədər etibarlı insan olarsansa, sənin kimliyin bir o qədər sənin etibarında öz təsdiqini tapa bilər. Və bir sözlə, söz bir əmanətdir. Vəfa o əmanətin əslində qorunmasıdır. Yəni, biz verdiyimiz sözə vəfa etməklə həmin o əmanəti biz nə etmiş oluruq? Qorumuş oluruq və saxlamış oluruq. Əgər belə deyək, nəticə etibarilə, xüsusilə dostluqda, qardaşlıqda vəfa yoxdursa, orada dostluqdan, qardaşlıqdan, sədaqətdən də söz ola bilməz. Əslində, dostluq, qardaşlıq vəfa ilə başlayır və məsələn, baxmış olsaq, ailə vəfalı olanda qorunur. Vəfasız olduqda təbii ki, sonda o davamiyyət olmur. Vəfa yoxdursa, sözün həqiqi mənasında insanın etibarı da itir, güvəni də itir. Bir sözlə, uca Rəbbimizin bizə verdiyi bu kəlamlar da, bu iman da bizə əmanətdir. Yasin surəsində belə bir ayət keçir ki, uca Rəbbimiz buyurur: "Ələm ahəd ileykum ya bəni Adəm, ən la ta'buduş şeytan, innəhu ləkum aduvvun mubin." Allah bizi yaradanda bizimlə əhd ələst aləmi deyirlər, zərr aləmi.
orada bizimlə əhd peyman bağlayıb. Buyurur, ələm ahəd ileykum ya bəni Adəm. Burada Quran əhli maşallah çoxdur əzizlərimiz. Bəlkə də bu ayəti əzbər bilirsiniz. Buyurur, ey Adəm övladı, məyər mən sizinlə əhd bağlamadımmı ki, şeytana ibadət etməyəsiniz? O sizin açıq-aşkar düşməninizdir. Yəni, Allah Taala düşməni bizə göstərir və şeytanın bizim düşmən olduğumuzu da bizə izah edir. Amma əfsuslar olsun, biz yenə onunla nə edirik? Dostluq edirik. Verdiyimiz sözü bu mövzuda tutmuruq və unutmayaq ki, bizim əxlaqi baxımdan iki düşmənimiz var. Bir, şeytan bizim xarici düşmənimizdir, amma şeytandan da üstün olan bizim daxili iç düşmənimiz olan nəfsimizdir. Şeytan barəsində dəfələrlə ayət gələndə Allah Teala buyurur ki, İnnehu lekum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Amma nəfs gizli düşməndir. Gizli düşməni insan bəzən bilmir. İçərdən olanda fərqinə varmırsan, bir də baxıb görürsən ki, səni nə edib? Məhv edib, səni içdən elə yaralayıb. Nəfs barəsində Allah danışanda, nəfsi əmmarəyə gələndə buyurur ki, İnnən nəfsə ləəmmarətun bis-su illə ma rəhimə Rabbi. Deyir, elə ki, o nəfsi əmmarə, insanın o daxili iç düşmanı, insana düşmən ki, kəsildi, Allah rəhm eləməyənlərdən savayı qalanları onun girdabında əsir olar. O, insanları azdırar, məhv eləyər. Aman bu nəfsin əlindən. İnsanın həqiqətən də başına hər nə gəlirsə, nəfsi ucbatından gəlir. O nöqteyi nəzərdən biz zamanında əhd elədiyimiz halda ki, onu özümüzə düşmən biləcəyik, amma o düşmənçilikdən əl çəkib onunla nə edirik? Dostluq edirik. Allah Teala buyurur, Ələm əhəd ileykum ya bəni Adəm. Ey Adəm övladı, mən sizinlə əhd bağlamadımmı ki, ən la ta'budu şeytan, şeytana ibadət etməyəsiz? İnnehu lekum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Amma nə edək ki, bu məlun şeytan və nəfs ikisi birləşəndə insanın qurtuluşu çox çətin olur. Yəni ki, bəzən şeytan vəsvəsə eləyəndə və yaxud nəfs vəsvəsə edəndə insan iradəsinin möhkəmliyi ilə ona qələbə sala bilər, qalib ola bilər. Amma o gündən dad, o gündən əlhəzər ki, insanın nəfsi də elə şeytanla əlbir ola, şeytanla birləşə. Hətta imanın o əlamətlərindəndir əhdə vəfalı olmaq. Əhdə vəfalı olmaq imanın göstəricilərindəndir. O səbəbdən sizdən bugün istək və təvəqqimiz, ricamız budur ki, çalışağın sözlərimizdə dürüst olağın, çalışağın verdiyimiz sözlərdə sadiq olağın, əhdlərimizə vəfa edəyin. Çünki bizim sözlərimiz bizim kimliyimizdir, bizim verdiyimiz sözlər, dediyimiz sözlər bizim şəxsiyyətimizdir. O nöqteyi nəzərdən çalışmalıyıq ki, dediyimiz sözlərdə son dərəcə diqqətli olaq. Ayət-i şərifədə var, limə təqulunə ma la təfəlun. Edə bilməyəcəyiniz işləri niyə deyirsiniz? Görə bilməyəcəyiniz işləri niyə söyləyirsiniz? Mən öncədən bilirəm, bunu edə bilərəm, yoxsa yox? O potensial gücə, imkana, qüdrətə malikəm, yoxsa yox? Ona görə tərəfin yanında özü hörmətli göstərmək üçün, özü qüdrətli, güclü göstərmək üçün mən belə eləyərəm, bu mənlikdir, mən bunların öhdəsindən gələrəm deyib,
Amma o sözü deyən anda da özün bilirsən ki, edə bilməzsən, bu kimi sözlərdən çəkinmək lazımdır. Çünki onu edə bilmədikdə sonda xar və zəlil olan da elə sən özün olacaqsan. Biz baxmış olsaq, əhdə vəfa məsələsində çox olub insanlar, amma bir dəstə, bir zümrə də var idi. Kərbəla-i Müəllada İmam Hüseyin əleyhissalamın o sadiq səhabələri, o verdikləri əhdə, imama sahib çıxmaları. Hətta orada qeyd olunur, İmam Hüseyin əleyhissalam o ki, azlıqda qalmışdılar. Həmin sözümü xülasələşdirirəm. Azlıqda qalanda buyurdu: "Fə-inni la a'lamu əshaban awfa və la xeyrən min əshabi." Mən öz səhabələrimdən, bu mənim başımın dəstəsindən daha xeyirli, daha əhdinə vəfa edən bir səhabə, bir toplum dəstə görməmişəm və ya bilmirəm deyə. O nöqteyi nəzərdən onlar sadiqlər idi, hər şeylərini atıb imamı tutanlar idilər. Bəli, Allah Teala Qur'an-ı Kərimdə, ayət-i şərifədə qeyd eləyir bu əhdə vəfalı olmaq barəsində. Allaha verdiyi sözü bəziləri tutmuş və bəziləri isə onu gözləyir. Deməli, indinin özündə belə əhdə sadiq olan insanlar da var, o bəlli bir vaxtı zamanı gözləyən insanlar da var. Allah bizi daima verdikləri sözə sadiq olan bəndələrdən qərar versin inşallah. Və son duamız bu dua olsun ki, bu axirət zamanda ərəbisi yadınızda qalsa ərəbisi, qalmasa tərcüməsini edin. Çünki bizim də sonuncu hüccətimiz Bəqiyyətullahul Azəm İmam Zaman Əcəlallahu Teala Zuhurəhu Şərifin də təbii ki, gəlişi ilə bağlı bizim hər birimizin əhdimiz var. Bu duanı axirət zamanda çox edin. Allahümmə ərrifni nəfsək. Allahım, özü mənə tanıt. Fə innəkə in ləm tuarrifni nəfsək, ləm arif rəsulək. Əgər sən özü mənə tanıtmasın, mən sənin Peyğəmbəri tanıya bilmərəm. Bu birinci dua. İkinci bəndində Allahümmə ərrifni rəsulək, fə innəkə in ləm tuarrifni rəsulək, ləm arif hüccətək. Allah, Peyğəmbəri mənə tanıt. Əgər mən sənin Peyğəmbəri tam dürüst tanıya bilməsəm, sənin hüccəti, imamı, dövrün, zamanın hüccətini tanıya bilmərəm. Allahümmə ərrifni hüccətək, fə innəkə in ləm tuarrifni hüccətək, zələltu ən dini. Allah, dövrün imamı mənə tanıt. Əgər o imamı mənə tanıtmasın, mən dinimi azaram, yolumu azaram. Dinimi və yolumu azanlardan olmayım deyə dövrün imamı mənə tanıt ginən. Amin. Ya Rəbbəl aləmin. İlahi Pərverdigara, bizi əhdinə sadiq olan bəndələrdən qərar ver ginən. İlahi, qəlbimizə sədaqət və dürüstlük nəsib et ginən. İlahi, verdiyimiz sözləri yerinə yetirməkdə bizə yar və yardımcı ol ginən. İlahi, ailəmizə və dostlarımıza, bütün sevdiklərimizə vəfalı olmağı bizə nəsib et ginən. İlahi, dostlarımızla daima möhkəm və sədaqətli olmağı bizlərə nəsib et ginən. İlahi, dilimizi yalandan qoru ginən. İlahi, qəlbimizi kindən, küdurətdən, paxıllıqdan qoru ginən. İlahi, bizi dünyada və axirətdə üzü ağ olan bəndələrdən qərar ver ginən. Allahım, bizi imanda sabit qədəmlərdən qərar ver ginən. Ya Rəbbəl aləmin, ya Ərhəmər rahimin, sən rəhmansan, rəhimsən, bizləri əfv et ginən. Allahım, bizləri bağışlamamış dünyadan aparma ginən. Zamanı imamımızın zuhurunda təcil et ginən. O Həzrətin gəlişi ilə ədaləti yer üzərində bərqərar et ginən.
etdiyimiz duaların, söhbətlərin qəbuluna və qəlbimizdə, ruhumuzda təsirinə Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi səlavat zikirlər. Cəmiyyət xəstələrin acil şifa tapmalarına salavat zikr edək. Əsərlərimizi salamatlığına xatir salavat zikr edək. Qazilərimizi salamatlığına xatir salavat zikr edək. Zindanlarda olan məhbusların, müşküllərin həll olub azadlığa qovuşmalarına salavat zikr edək. İltiması dua edənlərimiz var, xəstəsi olan, müşkülü olan, cümləsinin həllə rəva olmasına salavat zikr edək. Din-i İslamın qüvvətlənməsinə, din düşmanlarının məhrumabid olmalarına salavat zikr edək. Özünün əhəlini salamatçılığına xatir, özünün elinin daha da hərəkət olmasına ötəri və dünyasının dəyərlik ata-babalarının, ərvaqlarının istirahat qılığına xatir, Peyğəmbər adı, Peyğəmbərə salavat zikr edək. Söylərdir özlərinin, ailələrinin salamətsizliyi, cəmində maddi, mənəvi ailəsi ilə, sağlamlığı ilə, işi ilə bağlı, nə sıxıntısı, çətinliyi var, həllinə salavat zikr edək. Allahümmə səllə Muhammed və ali Muhammed.